Herkese salamlayıram, hoş gəldiniz. Hörmətli qonaqlar, əziz qonaqlar, əziz dostlar, bizim tələbələrlə, müəllimlərlə daha yaxından tanışdıq üçün. Amma şimdi görürük ki, müəllim özü sizləri məndən qabaq tanıyırlar, sizlər də müəllimləri. Biz burada gənc aşpazlara öz dəstəyimizi göstəririk. Onları bu peşəyə sevdirməyə çalışırıq, bacardığımız qədər öyrətməyə çalışırıq. Yəni tanış olmağınızda sizin xoş oldu. Arzu mənim, buyur, qonaqlarınızı salamlayıram. Qonaqları salamlayıram, xoş gəldiniz. Gəlişimiz cavan nəslədir ki, davamçılar yetişdiririk inşallah. Yəni yerimiz boş qalmayacaq onsuz da. Davamçılar yetişdiririk. Onlar da biraz da sizi görüb ruhlanırlar ki, inşallah sizi kimi zirvələrə. İnşallah. Bayağı dediyim kimi, Michelin almaqla inşallah. Michelin ulduzuna qədər. İnşallah. Mənim, buyur, sən. Qonaqlarımız xoş gəlib, təqdim edək. Ali Magerov, Azərbaycanlı, amma Azərbaycanı yüksək səviyyədə, bütün dünyada belə deyək, tanıdan aşpazlarımızdan, şeflərimizdən və gastronominin belə deyək, əjdahası. Və boynun balaca olmağına baxmayaraq, Royal, yüksək səviyyədə, çox gözəl, mükəmməl, nöqtə vergülü ilə Azərbaycanın milli mətbəxini dünyada tanınan Royal şef. Ruslan da bizim əzizimiz, Qafqaz Otelin şef aşpazı, belə tanıdar yəni. Daha eşik etmirəm, Arzu müəllimə tanıyırsınız, bizi tanıyırsınız da. Yəni, bu da tələbələrimizlə, xoş gəliblər. Çox sağ olun, bu qonaqlar belə gələn. Allah sizə razı olsun. Bizim də əlimizdən nə qədər kömək, nə qədər dəstək lazımdırsa, Əli qardaşım, Ruslan, biz bir komandayıq. Əsirgəməyə həmişə hazır oluruz. Çox sağ olun. Nəsə siz tarih bir söz deyil uşaqlara. Kullandığınız sözlərdir. Məsələn, o sənətin nə çətinliyi var, nə yüngüllüyü var, nə rahat olur. Cənulla müəllimə çox təşəkkür edirəm, dəvət etdi bizi, biz buraya gəldik. Gastronomi elə bir şeydir ki, burada dayanmaq olmaz. Bütün sənətlərdə dayanmaq yoxdur, sadəcə irəliləmək lazımdır. Kopya deyil. Kopya, məsəl üçün, bir şey təsvirini eləməyin, özünüzdən bir şey onu icad edin, çalışın. O daha sizi başarıya, yəni aparacaq sizi. Burada çox gənclər görürəm. İnanıram ki, bunlar... Şamildəki gələsən yanımıza. Gənclərə özü də gənc olaraq, gənclərə güclü motivasiya və qəşəng dekorlar, carving üzrə Azərbaycanın milli mətbəxi, Avropa mətbəxini təqdim edən Kamil ustamız da var. Orada bayaqdan işləyir. Kamil uzun zamandır artıq tanıyıram. Bir neçə bundan öncə tanıyıram. Başarılıdır. Diqqət edin, müəllimlərinizə qulaq asın, nə deyirlərsə onu eşitməməzdir ki, artıq sizin o yəni zəifliyiniz olacaq. Başarıya gedən prekanları sanki sındıracaqsınız. Onun üçün müəllimləri eşidin. Müəllim hər söz deyə bilər sizə, yəni onları eşitmək lazımdır. O gələcəkdə onu dedikləri sözlər sizə çox lazım olacaq. Təşəkkür edirəm. Ruslan bəy, bəlkə siz nəsə demək istəyirsiniz? Yerli aşpaz kimi, otel aşpazı kimi. Mən bir də Royaldan söz soruşmaq. Royal usta, Royal şef. Aşpazlığın pik nöqtəsi var. Yox, gedir, yox. Uşaqlar, o pik nöqtənin dalıyca gedin, əgər çata bilin. Mən gedirəm, 39 gedirəm. Yəni, aşpazlığın pik nöqtəsi yoxdur. Vardı deyə gedək dalıyca. Qara dəli kimi necə uzaqdan Var deyəndən, üzr istəyirəm, var deyənlər şadlıqla qalırlar. Şablon da belə götürək. Şadlıq da ağır bir sistemdir, şadlıq sistemi. Orada da çox gözəl bir şeylər var. Prosta sadəcə yeni eləmək istəyirsinizsə, danışı qabağa, gastronomi tayza qabağa aparmaq. Bəli. Kəşflər edin, öyrənin. Və bacardığımız qədər oxuyun. Bəli. Bir də nəzəriyyə güclüdür, yəni sərt pratika deyil, əsas nəzəriyyə. Praktika teoriyanı elə bil oxuduğunuz teoriyanı praktikada həyata keçirməz. O da içinədir. Çox da yükləndiniz, oxudunuz, savad təhsil aldınız. Onu həyata keçirmək lazımdır. O yeməyi okeylənənə qədər, təsdiq olunana qədər üstünə getmək lazımdır. Həmişə dediyimiz kimi, bir yemək bir neçə variantda hazırlanır. Hansı okeyləndirsə, o da qalır. Ona görə də savad təhsil həmişə lazımdır. Hara getsiniz, o savad təhsil sizlə gedəcək və siz nə qədər yüksəyə qalxsınız da inşallah o savad təhsil də sizlə bərabər gedəcək. Bugünkü bu şeflərlə bugünkü görüş sizin üçün adi bir hal deyildi. Yəni ki, bayağı necə dediyim, zarafatın tarixi bir haldır.
Çox böyük bir şəkildə. 8 ildən sonra. Sıfırdan başlayıb və yüksək bir pillələrə qədər qalxan şeflər var qarşımızda. Yəni inşallah sizə də o yolları arzulayırıq. İnşallah. Təşəkkür edirik hamınıza.